Salam uşaqlar, mən Fidan Türksoy. 11 ildir ki, Azərbaycanda rus dili tədris edirəm. Uşaqlar, çoxlarınız bilirsiniz ki, məni çoxdan izləyir ki, artıq ikinci kitabım çıxıb. Onun birinci kitabımdan fərqi nədədir? Birinci kitabda daha çox qrammatika idi və qrammatikanı tətbiq etmək üçün tapşırıqlar idi. Amma ikinci kitabım isə sırf danışmanız üçündür. O bəzən gedirsiniz danışıq dərsləri, conversation, danışıq dərsləri kursuna. Onların hamısı nə keçiriksə orada mənim özüm də danışıq dərsləri keçirəm. Sırf danışmağınız üçün qrammatika filan heç nə izah etmirəm. Bax, onların hamısı bu kitabımdadır. İndi ətraflı sizə göstərəcəm kitabımda nələr var. Amma onu da öncədən qeyd edim ki, bu kitabım ancaq elektron variantdadır, PDF variantındadır. Onun da üstünlüyü ondan ibarətdir ki, harda olursunuz olun, sadəcə bir tıkla, yəni daxil olursunuz və sizə lazım olan cümlələrdir, suallardır, suallara cavabdır, hamısı o kitabın içərisində var. Məsələn də deyirsiniz ki, nə bilim, mağazaya gedirsiniz, mağazada necə soruşum ki, mənə bu lazımdır və yaxud necə deyim ki, bu zəhmət olmasa mənə kömək edin, kassada necə deyim ki, mən kartla ödəyəcəm və yaxud nağd ödəyəcəm və s. və ilaxır, düzdürmü? Və yaxud həkimə gedirsiniz, apteka gedirsiniz, hansısa bir dərman almaq istəyirsiniz və s. və ilaxır. Yəni, onların hamısı bu kitabımda var. İndi gəlin, ətraflı göstərim ki, nağıl danışmıram, həqiqətən də var. Bax, niyə elektron variantda əldə etməyimiz daha gözəldir? Çünki gördüyünüz kimi, çap variantında həm çox iridir, həm də çox qalındır. Düzdür? Yəni, 24-25 səhifə açıqlanıbdır, 250 səhifə var. Baxın, mündəricat 24-25 səhifə mövzu açıqlamışam. İçində gördüyünüz kimi tanışlıq haqqında var, nə bilim, taksi sifariş etməkdir, mağazadır, restorandır, bankdır, aptekdir və s. və ilaxır. Və qarşısında hansı səhifələrdə yerləşir, onu da görə bilərsiniz. Yəni, fikir versiniz, bir dənə mövzuya bəzən 10-15 səhifə ayrılıb. İndi təsəvvür edin ki, onların içində nələr var. Yəni, gördüyünüz kimi böyük bir hərflərlə yazılıb, rahat şəkildə oxuya bilərsiniz. Yəni, həm də Azərbaycan rus dilində var, transkripsiyası düzgün ifadə etməyiniz üçün və qarşısında Azərbaycan dilində tərcüməsi var. Dediyim kimi, çox gözəl bir kitabdır. Yəni, hava mövzusudur, məsəl üçün. Soyuqdur, istidir, aeroport mövzusudur, tez-tez harasa gedirik, aeroportda rahat özümüzü idarə etməyimizi istəyiriksə. Yəni, nə istəyirsinizsə, hər şey bu kitabda var. Ona görə də 11 illik təcrübəsi olan bir müəllimə kimi tövsiyə edirəm. Mütləq şəkildə alın. Yəni, bir gün belə peşman olmayacaqsınız. Tənbəl deyirsinizsə, niyə də ay müəllimlərə pul tökəsiz? Yəni, özünüz məşğul olun da. Məsəl üçün, anasız, körpəniz var. Körpəniz yatanda 10-15 dəqiqə günə ayırsanız, inanın ki, bir həftəyə nə qədər cümlə öyrənə bilərsiniz. İndi təsəvvür edin, bir aya və bir ilə siz nə qədər irəli gedə bilərsiniz. Niyə də bir yerdə durasınız ki, niyə irəli getməyəsiniz? Yəni, sadəcə 10 manatadır. Özünüz fikirləşin, 10 manata indiki zamanədə Rus pulu ilə 500 rubl, Azərbaycan pulu ilə 10 manatadır. Yəni, özünüz fikirləşin, harasa gedəndə o 500 rubla və yaxud 10 manata nə əldə edə bilirsiniz? Heç nə, düzdürmü? Ancaq bu kitabı əldə etməklə, inanın ki, yorulmuşsunuz bəlkə də başqalarından asılı olmaqdan, başqalarının minnətini götürməkdən. Yəni, artıq onun lazım olmayacaq. Özünüz idarə edə biləcəksiniz. Hər yerdən özünüz rahat, sərbəst öz işlərinizi görə biləcəksiniz. Və bu da sizə həqiqətən də çox belə özünüzlə fəxr edəcəksiniz ki, mən bunu bacardım. Çünki heç bir bacaranlar, bilənlər sizdən artıq deyil. Sadəcə onu özünüzə inandırın. Necə inandırmışsınız ki, məndə alınmaz. İndi bu kitabı əldə edin, hər gün 10-15 cümlə öyrənin və özünüzə sübut edin ki, sən bacardın. Və əgər eyni zamanda siz fərdi, individual dərsdən də faydalanmaq istəyirsinizsə, tez-tez yazırsınız ki, boş yeriniz varmı, mən əldə etmək istəyirəm, daha doğrusu yazılmaq istəyirəm. Yenə də həmən o WhatsApp nömrəsinə yazın. Bəli, hal-hazırda 2-3 dənə boş yer boşalıbdır. Ona görə bu vaxtdan faydalanın.